Salam əziz dördüncülər və valideynlər, xoş gördük sizləri kanalımda. Gəlin birlikdə əziz şagirdlər 4-cü sinif Azərbaycan dili 2-ci hissə səhifə 58 və 59-dakı tapşırıqları həll edək. Tapşırıqları keçməmişdən öncə kanalıma abunə olmağı və bəyənməyi unutmayın. Gəlin başlayaq. Fəsil 7. Elmi fantastika. Çalışma A. Uçan xalça nağılını xatırlayın və suallara cavab verin. Deməli, əziz şagirdlər, uçan xalça nağılı hər birimizin yaddaşındadır. İndi biz həmin xalçaya əsasən sualları cavablandıracağıq. Deməli, bu nağılda hansı sehirli qüvvələr var idi? Deməli, burada sehirli üzük və sehirli xalça. Uçan xalça Əhməd necə kömək oldu? O xalçaya çıxıb evlərinə gəlir. 3. Uçan xalça nə üçün oğurlandı? Padşah Əhmədin sahib olduqlarına sahib olmaq istəyir. Ona görə küpə girən qarını göndərir ki, uçan xalçanı və sehirli üzüyü ondan oğurlasın. 4. Küpə girən qarı Əhmədin evinə hansı sehirli qüvvə ilə tapdı? O, küpün içərisinə girərək Əhmədin evini tapdı. 5. Sizcə nə üçün nağıllarda sehirli qüvvələr də iştirak edir? Nağıllar daha maraqlı olsun deyə, mənim fikrimcə. Siz də bunu 5-ci sualı öz fikrinizlə cavablandıra bilərsiniz. Çalışma A. Həlli bu şəkildə. Keçdik çalışma B-yə. Qədim Yunan əfsanəsini oxuyun. Əfsanədəki mifik obrazları və qeyri-adi hadisəni müəyyənləşdirin. İkarın uçuşu. Dedal adlı bacarıqlı bir memar var imiş. Bir gün o hökümdarın qəzəbinə tuş gəlir. Dedalı oğlu İkarla birlikdə həbs edib Kirit adasındakı güllədə saxlayırlar. Onlar buradan qaçmaq istəsələr də bütün yollar bağlı idi. Bir gün Dedal səmada uçan quşları seyr edirdi. Bu zaman ağlına bir fikir gəlir. Əgər mən dəniz yolu ilə, quru yolla qaça bilmirəmsə, çıxış yolum səmadır. O, oğlu ilə birlikdə güllənin pəncərəsinə qonan quşların lələklərini yığdı. Kətan saplarla və mum ilə onları birləşdirdi və 4 böyük qanat düzəltdi. Sonra oğluna bir neçə tapşırıq verdi. Uçan vaxt dənizə çox yaxın enmə, yoxsa dalğalar qanadlarını isladar. Günəşə də yaxın qalxma, mum əriyər və lələklər dağılar. Ata və oğul qanadları qollarına geyinib havaya qalxdılar və Kirit adasından uzaqlaşdılar. Quş kimi havada qanad çalmaqdan xoşlanan İkar daha da yüksəkliyə qalxır. Günəşin yandırıcı şüaları lələkləri birləşdirən mumu əridir və o sürətlə yerə enib dənizin dalğalarına qarışır. O vaxtdan bu dəniz İkari adlanır. Çalışma C. Sizcə uçan xalça və İkarın uçuşu əsəri qədim insanların hansı arzularını əks etdirir? Hər ikisində deməli uçmaq sözü işlənmişdir. İnsanların uçmaq arzusunu, səmaya qalxmaq arzusunu əks etdirir. Çalışma C. Məlumat vərəqini oxuyun və aldığınız məlumatlardan istifadə edərək gerçəyə çevrilən xəyallar mövzusunda esse yazın. Gəlin ilk öncə məlumat vərəqini oxuyaq. İlk təyyarə ixtira olunduğu tarix 1903-cü il. İxtiraçılar Wright qardaşları, havada qaldığı müddət 59 saniyə, qət etdiyi məsafə 260 metr, material şam ağacı, yanacaq, benzin. Əlavə məlumat. İlk təyyarə quşların uçuş üsulunu tətbiq etməklə reallaşdı. Quşlar uçarkən qanadlarının nahamar səthindən keçən hava onları yuxarı qaldırır. Quşlar dönmək və manevr etmək üçün qanadlarından və quyruqlarından istifadə edirlər. Gəlin indi biz bu haqda esse yazaq. Verilən bu məlumatlara əsaslanaraq başlayaq. Qədim insanların ən böyük arzularından biri uçmaq olub. Bu arzuya çatmaq üçün nağıllarda, əfsanələrdə müxtəlif sehirli, qeyri-adi qüvvələrdən istifadə ediblər. Uzun zamanlardan sonra insanların arzusu gerçəyə çevrilir. İnsanlar təyyarə ilə uzaq məsafələrə gedirlər. 1903-cü ildə ilk dəfə Wright qardaşlarının düzəltdikləri təyyarə səmada cəmi 59 saniyə qalmış və 260 metr məsafə qət etmişdir. Təyyarənin materialı şam ağacından idi. Təyyarəni düzəltmək üçün insanlar quşlardan çox şeylər öyrənmişlər. Bugün müasir təyyarənin də qanadları və quyruq hissələri vardır. Deməli, siz özünüz də bilirsiniz ki,
təsəvvür edə bilərsiniz ki, təyyarələri quşlara baxaraq həmin formada icad etmişlər. Onları təsəvvür edərək. Keçid çalışma deyə Balaca Şahzadə kitabına yazılmış annotasiyanı oxuyun. Suallara cavab verin. Fransız yazıcısı Antoine de Saint-Exupéry'nin bu əsərinin milyonlarla oxucusu var. Əsər fantastik məzmundadır. Belə ki, bir gün Balaca Şahzadə bəslədiyi qızılgüllə mübahisə edir və öz planetini tərk edir. O, kosmosda müxtəlif planetləri, o cümlədən yer kürəsini səyahət edir. O, təkcə səyahət etmir, həmçinin bir çox sualların cavabını axtarır. Mənəvi dəyərlər, insanların davranışları haqqında düşüncələrə dalır. Balaca Şahzadəni hansı suallar maraqlandırır? O, getdiyi planetlərdə kimlərlə qarşılaşır, nələr öyrənir və s. kimi sualların cavabını əsəri oxumaqla tapa bilərsiniz. Hansı məlumat sizi kitabı oxumağa həvəsləndirdi? Fantastika sözünün mənasını təxmin edin. Deməli, burada hansı məlumat sizi kitab oxumağa həvəsləndirdi? Şahzadənin planeti tərk etməsi. Sizə də hansı bu mətn haqqında hansı mövzu, sual maraqlıdırsa o haqda yaza bilərsiniz. Sizi maraqlandıran sual nədir? Onu yaza bilərsiniz. Fantastika sözünün mənası isə qeyri-adi hadisələrə deyilir. Çalışma E. Oxuduğunuz əsərlərdəki sehirli qüvvələri elmi cəhətdən izah etmək mümkündürmü? Fikrinizi əsaslandırın. Qəhrəmanların sehirli xalçada uçması, kraliçanın güzgü vasitəsilə ağcadan xəbər tutması, sehirli lampadan cinin çıxması. Deməli, bunları elmi cəhətdən izah etmək mümkün deyil. Çünki bunlar real hadisələr deyil. Bu hadisələr ancaq nağıl və əfsanələrdə rast gəlirik. Bugünkü tapşırıqlarımız bu qədər. Kanalımıza abunə olmağı və bəyənməyi unutmayın. Siz kanalımıza abunə olduqca və bəyəndikcə yeni videolarımızdan yararlana bilərsiniz. Hələlik.